Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Planeti Parni İzbako, GVN teatrının rəhbəri Tahir İmanov, qardaşı əməkdar artist Cabir İmanovun vəfatından sonra ilk dəfə paylaşım edib. Xəbər verilir ki, Tahir İmanov qardaşının vəfatı ilə əlaqədar video müraciət ünvanlayıb. Bu çətin, sınaqlı, imtahanlı günlərdə bizimlə birlikdə oldunuz, bizə dəstək oldunuz və tək qoymadınız. Hər birinizə təşəkkür edirəm. Siravi vətəndaşlardan məmurlara kimi, kasıb bacı qardaşlarımızdan zənginlərə kimi. Allah sizi və ailənizi qorusun. Bu çətin günlərdə bir çox dövlət qurumları bizə dəstək oldular. Təşəkkür edirəm. Var olun. Və bu çətin günlərdə bəzi insanlar, xüsusi olaraq jurnalistlər, xaricdə yaşayan, özlərini bloger adlandıranlarla öz fikirlərini söylədilər. Amma bu barədə mən gələn videoda danışacağam. Hələlik isə bir daha çox sağ olun, var olun. Allah millətimizi, xalqımızı və ölkəmizi qorusun deyə o qeyd edir.